Qeyri-Xoçkin xəstəsi yazıb. Allah şəfa versin. Onkoloji problemdir, onkoloji xəstəlikdir. Yazıb ki, salam Roman bəy, qeyri-Xoçkin limfomayam, trombositlərim aşağıdır. Limfalarım şişdi, qan xərçəngi, ximiya dedilər, gedə bilmirəm, neyniyə bilərəm. Birincisi, məsləhət görürəm ki, inşallah gedəsiniz müalicəyə. Gedin bir onkoloji xəstəxanaya, Milli Onkologiya Mərkəzinə. Orada inşallah ki, yəni münasibdir, hörmət eləyirlər. Birincisi, bu müalicənin başını buraxmır. Amma mən sizə ilkin olaraq belə tövsiyələrimi verəcəm Allah üçün. Trombositlər aşağıdırsa, səhər-axşam bir xörək qaşığı qara küncüt yiyin, atınızı yiyin. Və yaxud da ki, qara tahindən də istifadə edə bilərsiniz. Sonra, gicitikan bitkisi, bir də quşaqbəyi bitkisi. Axşam 7-də, 8-də, 9-da hərəsindən bir xörək qaşığı tökürsünüz termosa, suyu da qaynar əlavə edirsiniz, səhərə qədər qalır. Səhər artıq onu çay kimi içirsiniz, bu da trombositləri qaldıracaq. Şirin biber yeyə bilərsiniz, bu da trombositləri qaldıracaq. İnşallah ki, bunlar kifayətdir. Qaldı limfalara. 1 kilo utindi tozu alırsınız, utindi tozu. 1 kiloda ki, demək, qarazirə, həbəşi toxumundan olan. Bunları hamısı toz şəklində olur çox vaxtı. Bir-birinə qarışdırın. Səhər, günorta, axşam yeməkdən 1 saat qabaq 1 çay qaşığı dilin üzərinə qoyulub 1 stəkan su ilə içilir. Əgər mədənizdə problem varsa, bunu yeməkdən 1 saat sonra eləyin. İnşallah. Gündə 1 saat yarım yürüyüş eləyin. Ayda bir dəfə bağırsaq təmizlənməsi eləyin. Tərəvəzləri çox yeyirsiniz. Qidaları qarışdırmırsınız. Yatmaq rejiminə riayət eləyirsiniz. Saat 10-da yatırsınız, səhər saat 5-də 6-da təbiət oyununda durub 1-2 stəkan su içib yürüyüşə çıxırsınız. İsti soyuq su terapiyası eləyirsiniz. Ciddi riayət eləyirsiniz. Hər şeyə ciddi riayət eləyirsiniz. Amma müalicəni də təkrar deyirəm. Yəni ximiya terapiya lazımdırsa, həkimlə məsləhətləşin. Bir neçə dənə ximiya vurun ki, bu tamam sovrulsun, geçsin və sizin canınız inşallah qurtulsun. Bax, gözəl insanlar. Belə.